yazıb ki, Qafqaz bağlı. Bütün saytlar yazıb ki, Bütün saytlar hamısı əsassızdır. Oxuması lazım. Nasıl olsa, yəni onların bilmirəm. Bunlar tədrislə maraqlanır. tədrislərə deyirlər, bağlanmır. Bizə konkret məlumat deyən də yoxdur. Yəqin ki, bir şey, rəsmi bir şey olsa açıqlama veriləcək valideynlərə də, ictimaiyyətə də, hər kəsə. Bağlanmağı barədə sosial şəbəkələrdə məlumat oxumuşuq sizin kimi, yəni son paylaşımlar barəsində. Tələbimiz də hələ ki bir tələbimiz yoxdur, çünki universitetimiz rəsmi açıqlama verməyib ki, universitetimiz bağlanıb və yaxud da yox. Tələb də olardı ki, yəni hamımız istəyirdik ki, universitetimiz bağlanmasın da, çünki biz burada 4 il təhsil alırıq. İstəmərik ki, təhsil aldığımız müəssisə bağlansın və yaxud da biz hər hansı bir başqa universitetə köçürülək və yaxud da yerləşdirilək. Bağlanma ehtimalı var. Müəllimlər heyəti nə dedi sizə? Müəllimlər heyəti heç bir rəsmi məlumat vermədi. Dedi, nə xəbər olsa siz də işlərsiniz, heç nə demədilər. Heyətdə belə böyük bir şokdadır ki, yəni universitet bağlanır. Yəni hamı təşviş içindədir və yəni tam dəqiq bir məlumat olmadığından hamı həyəcan içindədir, bilmir nə olacaq. Mən bakalavr həm magistr Qafqaz məzunuyam. İndi gəlmişdim, prosta təsadüfən diplomumu da alınca eşitdim, çox məyus oldum. İnşallah bağlanmazlar. Çünki Qafqaz Universiteti Azərbaycanda ən yüksək reytinqli universitetdir. Həm müəllim, həm tələbə heyəti yüksək keyfiyyətli məzunlar verir. Bu fikri də dəstəkləmirik Qafqaz məzunu olaraq. Bilirəm ki, bütün məzunlarımız da bu fikrin tamamən əleyhinədir. Hal-hazırki heyətdə. Nə deyə bilərəm? Universitetimizi bağlamasınlar, biz istəmirik. Çünki buradakı ortamı biz seçarda hiss eləyə bilmirik. Bugünkü iş yerlərində də ən yüksək kadrlar məhz Qafqaz Universitetindən çıxır. Prezidentimiz nəzərə alsın ki, biz istəmirik. Rəsmi olaraq heç bir məlumat verilmir də, xəbərimiz yoxdur. İşçilər hər kəs işindədir, iş davam edir. Elə bir şey. Tələbələri artıq hər kəs evindədir, dərs yoxdur. Amma hər kəs gəlir, valideynlər gəlir. Yay məktəbi var, gələnlər. Yay məktəbi də davam eləyir. Universitetdə işçilər, işdə olanlar hər kəs işində davam edir.